Mərkəzi Asiyanın qəlbi Səmərqənddir. Səmərqəndin mərkəzi də indi olduğumuz Registan meydanıdır. 3 dənə burada mədrəsə var. Bundan əvvəl Əmir Teymurun mavzoleyində idik. Çox maraqlı yerlərdir. Mənim Özbəkistan sevgimi bilirsiniz. İndi elə nəsib oldu ki, dəvət olunduq, gəldik bura. Səhər saat 6-dır. Daşkənd Dəmir Yol Vağzalındayıq. Buradan sürət qatarı ilə gedəcəyik Səmərqəndə. Sürət qatarın həqiqətən sürətli idi. 250-yə qalxırdı, düşürdü belə. 2 saat 20 dəqiqəyə təxminən gəlib çata bilir bura. 350 kilometrdir yanılmıramsa Daşkənddən Səmərqəndə qədər olan yol. Və qiyməti 45 manatdır. Orada sizə səhər yeməyi üçün biz tezdən çıxdıq yola, balaca paket də verirlər. Çatandan sonra İmam Buxarinin memorial kompleksi var. Ora getdik, çatdıq. Çox böyük yerdir. Yəni bütün tikililər, həm tarixi tikililər, həm yeni tikililər hamısı çox insan boyundan çox hündürdülər. Təəccüblənirəm. Mən əslində Özbəkistan deyəndə, Səmərqəndə gəlmək deyəndə gözləntilərim çox böyük idi. Bu gözləntilərimi aşdı, keçdi. 100% bundan sonra ən az bir həftəlik sırf Səmərqəndə zaman ayırıb gəlmək lazımdır bura. İmam Buxari bu arada Buxaralıdır. Niyə Səmərqəndədir? Çünki ömrün son illərini burada yaşayıb və burada da memorial kompleksinin içərisində aşağıda məzarı olan yer var. Çox maraqlı detallar. İndi olduğumuz yerdə də bu mədrəsələr, 3 dənə mədrəsə var burada. Bunların olduğu hissədə də elə detallar var ki, divarlarına hərəsinin içərisinə girib uzun baxmaq lazımdır. İmam Buxarinin memorial kompleksinin yanında bir dənə içəridə muzeyi də var. Burada da içəridə muzeylər var. Çoxlu muzeylər və s. Çox həyəcanlıdır. Hər insan Türk İslam mədəniyyətini görmək üçün Səmərqəndə gəlməlidir. Amma ən az bir həftə vaxt ayırın. Bura gəldi tutaq ki, burada 2 gün ardıcıl gəlin bura. Birinci gün ümumi təsəvvür yaransın, ikinci gün tam detalları görəcəksiniz. İmam Buxarinin memorial kompleksinə gedəndə orada da həmçinin gəlmisinizsə, bir gün gedin baxın, ikinci gün gedib detallara baxarsınız. Səmərqənd həqiqətən gözlədiyimdən daha çoxunu yaşatdı bizə. Həyatınız boyu mütləq görməli olduğunuz yerlərdən biridir və ən az bir həftəlik Səmərqəndə mütləq gəlin.